Donald Trump İrandan Vaşinqtonun sülh təklifinə dərhal cavab verməsini tələb edir. Tehran bu cavabı bugün İslamabad vasitəsilə təqdim edə bilər. Al-Arabiyanın mənbəyi qeyd edib ki, İran rəsmiləri ilə əlaqələr davam edir və tərəflər arasında təmasların və cavab mübadiləsinin davam etməsinə heç bir maneə yoxdur. Söhbətin digər hissəsində Pakistan mənbəsi Hörmüz boğazı məsələsinə də toxunaraq bildirib ki, bu strateji su yolu ilə bağlı mümkün həll variantı əldə edilə bilən görünür. O ki qaldı İranın nüvə və raket proqramlarından tərəflər ortaq məxrəcə gələ bilməyib və hazırda 40 günlük savaşdakı itkilərin yeri doldurulur sanki. Diplomatik gedişlərlə yanaşı həm Amerika Birləşmiş Ştatları, həm də İran güc toplayır. Ağ Evin müharibəni davam etdirmək çətinliyi Konqres tərəfindən maliyyənin ayrılması ilə əlaqədardır. Çünki müharibə zamanı müxtəlif ziyan dəyib, yəni hər iki tərəfə, həm İrana, həm Amerika Birləşmiş Ştatlarına. Hətta Birləşmiş Ştatların 70 milyard dollar ziyana düşdüyü haqqında iddialar var. İqtisadi maxinasiyalar da aktual əlbəttə ki, belə ki, Amerika Birləşmiş Ştatları Çindən asılılığı artan Avropanı müxtəlif yollarla cəzalandırır ki, yəni sən ilk növbədə məndən asılı olmalıydın, məndən almalıydın hər şeyi. Avropa iqtisadiyyatında isə indi Amerika Birləşmiş Ştatları ilə dirəşən ölkə Çindir. Sanksiyalar altında olan İranın da iqtisadiyyatı çökür. Rusiyanı nəzərə alsaq, dünya xaosun astanasındadır.